İki kişisən. Sənə necə də demişəm ki, bu yağla salyarkanı yan yana qoyma da. Ne olur ki? Heç nə aparıb yağla evi silmişəm, bayaqdan 4-5 dəfə çırpılmışam yerə. Diyan görmür. Sen yağ aparıp salyarkanı burada koymuşsun ha? Ben de deyirəm Noşun bir saatdir qazanın içi yanır, sönmür. Vay, vay. Kül mənim başıma. Onda belə çıxır ki, mən bütün yeməkləri salyarkanla pişirmişəm. Neyse, zəhmətim batdı. De görüm niyə gəlmişsən, nə lazımdır, işim gücüm var, tez elə. Nəyə gəlmişsən deyəndə ki, evdə hər şeyim var. Tək olsun. Hə, sağ ol. Bu Tofiq neçə gündür məndən ləvəng istəyir. Hə, dedim unsunu beləyər də qoy bişirim Yox, üçün əlbəttə ləvəngi. lazım. Hə, ona görə də mənə bir dənə toyuq ver. Bir yarım kilo qoz ləpəsi. Varınsı biraz palçıq turşu ver. Hə, heç nə də 1-2 kilo da soğan. Aparım bişirim, uşağın gözü qalmasın. Göçü sən hər şey məndən istədin ki. Niyə? Duxovka özümdə var. O sənin verdiyin duxovka yoxdur. Onu hələ də işlədirəm. Hə, falqır kağızım da var. Amma varındısı hər ehtimala qarşı ondan da ver. Verərəm, Hə, var. bir də əsas mənə udlinitel ver. O dilini itinləyirsən ha. Heç nə, toku buradan çəkəcəm də, aparım evdən. Diyan görmür, başa düşmədim. Sən toku niyə buradan çəkirsən ki? Özündən çək də. Xeyr ola. Duxovka sənindir. Sənin duxovkanı özümün tokuna niyə keçirməliyəm, hə? Hə, belə dedim. Mənə bax, ləvəngini kim üçün pişirsən? Özü üçün pişirirsən də. Özü üçün pişirirsən. Mən sənə bu evdən tok verməyəcəm, arxayın ol. Bu bir. İkincisi, get toyuğu xaladenlikdən götürürsən, götür. Götürmürsən, bax sonra peşman olacaqsan, yaxşısı budur götür. Niyə? Sənin canın üçün evin xanımı gəldi, sənə bu evdən bir dənə çöp də verməyəcək. Hələ, sən əğu da bu evdən üzəcək, onu arxayın ol, 100% mən sənə əmin eləyirəm. Mən də ki, əli xəmirli gedib arvad işinə qarışan görürəm, arxayın. Deyən görüm, xeyr ola. Keçəl qız ərə gedir, mənim Ya. xəbərim yoxdur. Yox, ay göçək, keçəl qız ərə gedmir, keçəl oğlan evlənir. Götürürsən, get toyuğu götür, xoş getdin, tez elə də.